Bakının mərkəzində maraqlı evlilik təklifi edilib. Baku WS-in məlumatına görə gənc oğlan sevdiyi qıza sevgi etirafı və evlilik təklifi edib. Həmin maraqlı görüntüləri təqdim edirik. Əməkdar jurnalist Xoşqədəm Hidayət qızı mərhum anası ilə bağlı paylaşım edib. Əkizlərinin ad günü olduğunu qeyd edən aparıcı anasının videosunu paylaşıb. Bugün oğullarımın doğum günüdür. Hər il onları ilk təbrik edən gözəl anam olurdu. Ən sevdiyimiz qış bağçamızda sübh erkəndən oturub əkizləri gözləyərdi. Bugün səhər erkən özümdən asılı olmayaraq ora getdim. Anam mütləq sevimli nəvələrini orada gözləyəcəkdi. Amma kreslo boş. Anamın artıq bizimlə olmayacağını bugün daha çox dərk etdim. Sənsiz heç nəyin dadı yoxdur. Sənsiz çox böyük bir boşluqdayıq. Mənim gözəl anam. Məkanın cənnət olsun. Nəvələrin səni daim sevgi ilə xatırlayacaq.